Salam. Bugünkü mətnlərimizdən biri Yaşıl Antarktida. Antarktida gəzegənimizin ən güney ucunda yer alan dünyanın ən soyuq yeri. O belə bir ifadə var. Həmişə televiziyada danışan bir müxbir var. Həmin Yaşıl Antarktida. Demək ki, əvvəllər buranın tarixi olub. Gəlin baxaq. Demək bir yerin cənubundakı böyük qitə bir zamanlar indiki kimi buzlaqlardan ibarət değildi. Burası sıx meşələrlə əhatə olunmuşdu və hər növ heyvanın məskəni idi. İqlimi də indikindən xeyli fərqlənirdi. Təxminən 180 milyon il əvvəl Antarktida Gondwana adlı verilən superqıtanın parçası idi. Gondwana verilən superqıtanın parçası idi. Gondwana'nın indiki Afrika, Cənubi Amerika, Antarktida, Avstraliya, Yeni Zelandiya, Ərəbistan yarımadası, Madagaskar və Hindistanı əhatə etməsi təsdiqini tapmışdır. Elm adamları Şərqi Antarktikada təxminən 1 kilometr dərinlikdə heyrətamiz bir tapıntı üzə çıxarmışlar. İndiki tropik zonalarda bitən bitkilərin fosillərin, yəni fosil qalıqlarını alimlərin gəldiyi qənaətə görə bu tapıntı milyonlarla il bundan əvvəl aiddir. Sonralar burada nə zamansa yaşamış bir çox məməlilərin fosilləri də tapıldı. Burada tapılmış fosillərin özünə məxsusluğu digər qitələrdə tapılanlardan daha qədim olmasındaydı. Cənubi Amerika, Antarktida və Avstraliyada eyni kisəli heyvanın, indiki kenquruların əcdadının fosilləri də tapılmışdı. Qitələr ayrıldıqdan sonra həmin heyvan hər qitədə özünə məxsus təkamül yolu keçsə də, demək qitələr ayrıldıqdan sonra həmin heyvan hər qitədə özünə məxsus təkamül yolu keçsə də, Avstraliyada ilkin quruluşunu saxlaya bilmiş və dəyişməmişdir. Antarktidanın buz örtüyünün altında tapılan fosillər bir zamanlar qitənin çox isti nöqtə qoyurlar ki, indi onu davam elətdirəcək mətndə. Qitənin iqlimi bugün ekvatora yaxın olan tropik iqlimə uyğun imiş. Bəs necə oldu ki, bu yaşıl libas geyinmiş qitə heç kimə qucaq açmayan buzlağa çevrildi? Alimlər tərəfindən təbii şəraitlərin hansı zaman kəsiyində dəyişməyə başladığı öyrənilməyə çalışılır. Bu dəyişikliklərin tədricən olduğu düşünülür. 56 milyon əvvəl Cənubi Amerikanın superqitədən ayrılmağa başladığı güman edilir. 16 milyon il əvvəl isə Avstraliya və Antarktikada bir-birindən ayrılmağa başladı. Antarktida yerin cənub qütbünə doğru hərəkət etdiyi yer kürəsində iqlimin soyumasına, həmçinin buradakı tropik bitki örtüünün azalmasına və nəhayət buzlaşmadan sonra yox olmasına səbəb oldu. Mətni oxuyandan sonra tanış oluruq. Görürük ki, burada neçə abzas var? 1 abzas, 2 abzas, 3 abzas, 4 abzas, 5 abzas, 6, 7-ci abzaslarımız vardır. Tutaq ki, buransı bizim giriş hissəmiz hesab olunur. İkinci, üçüncü, dördüncü, beşinci, belə deyək, tutaq ki, 6-cı əsas hissəmiz hesab olunsun. Sonuncu abzasımız isə nəticə hesab edər. Əvvəlcə mətn oxuyanda uşaqlar giriş, əsas, nəticə hissə və də abzaslara baxın. Bunları müəyyən edə bilirsinizsə, demək ki, mətnin bir çox işini həll eləmiş oluruq. Suala baxırıq. 351-ci sualda bizdən nə istəyir? Mətndə tünd qara hərflərlə verilmiş sözlərdən heç birinin qarşılıq kimi düşünülə bilməz. Mətndə məsələn yazıb, hər növ heyvanın məskənidir. Görə məskən sözünün qarşılığı varmı? Məkan deyə bilərik? Bəli, deyə bilərik. Demək, qarşılığı var. Sonra gəlirik ikinci sözümüz. Nədir? Qənaət. Oxuyuruq. Alimlərin gəldiyi qənaətə görə bu tapıntı milyonlarla il bundan əvvəl aiddir. Qənaət nədir? Gəldiyi nəticəyə görə. Düzdür? Demək, nəticədə var. Üçüncü, təkamül. Təkamül sözünün mənası nədir? İnkişaf deməkdir. Bax, özünə məxsus təkamül yolu keçsə də. Yəni, inkişaf mərhələsi keçsə də. Demək, inkişaf da vardır. Dördüncü, libas. Qədim dövrlərdə libasa nə deyirlər? Paltara deyirlər. Demək, cavabımız nədir? E bəndi. 352. Mətnin məzmununa əsasən hansı abzasları bir abzas şəklində verilməli olduğunu müəyyən edin. Demək ki, uşaqlar, burada məsələn verib A bəndində 3 və 7-ci abzaslar. 3 və 7-ci abzası oxuyun, tutaq ki, 3 və 7-ci abzası oxuyursan, abzaslar uyğundur, yoxsa uyğun deyil, baxırsan. Baxın, indi baxın, cavab B bəndidir. Niyə görə? 6 və 7-ci abzasları oxuyaq, baxaq. Deyir ki, abzas nədir? Abzas
hər abzasda bir fikir ifadə olunmalıdır. Bax, bu abzas eyni fikir olduğuna görə abzasda dəyişməyə ehtiyac yoxdur. Alimlər tərəfindən təbii şəraitlərin hansı zaman kəsimində dəyişməyə başladığı öyrənilməyə çalışır. Bu dəyişikliklərin təzədən olduğu düşünülür. Görürsən, dəyişiklikdən danışır. Həmin dəyişiklikdə həmin abzasda davam etdirir. Demək, 6 və 7-ci abzaslar eyni abzasda olmalı daha məqsədə uyğundur. Və yaxud da baxırıq 4-cü və 5-ci abzaslara. 4-cü abzasda tutaq ki, nədən danışır? Sonra da burada nə zamansa yaşamış bir çox məməlilərin fosilləri tapıldı. Burada tapılmış fosil özünə məxsus digər qitələrdə tapılanlar daha qədim olması idi. Amma 5-ci Antarktida buz örtüyünün altında tapılan fosillər bir zaman qitənin çox isti və qitənin iqlimi bu gün ekvator yaxınlığının tropik iqlimə uyğun idi. Bəs necə oldu ki, bu yaşıl libas geymiş qitə? Görsən, ayrı-ayrı tam fikirlərdir. Ona görə də cavabımız nədir? 6 və 7-ci abzasdır. Mətnin plan bəndlərinə aid edilə biləmsiz. Mətnin plan bənd deyəndə, yəni ki, ardıcıllıq əsas şərtdir. Burada baxırıq, mətndə tutaq ki, bu abzaslara plan bəndi verə bilərik. Tutaq ki, qədim Antarktida. İndi görək mətnin plan bəndi ola bilər, yoxsa ola bilməz. Baxaq, görə burada qədim Antarktikada harda daşır? Yeni Zelandiya indiki qalıqların qənaətinə gəlir. Qitələr. Bir çox alimlərdə burada tapılmış fosillər digər qitələr. Və daha qədim olmasındaydı. Və görsən, tapılanların daha qədim olmasındaydı. Demək ki, bax, bura biz yaza bilərik. Qədim Antarktida. Qədim Antarktida. Aid edə bilərik. Demək, birinci var. Qitələrin toqquşması. Bax, qitələrin toqquşması heç bir mətndə yoxdur. Burada yəni oxuduğumuz abzasların içində qitələrin toqquşması yoxdur. Demək, bu nədir? Burada 2. Buzlaqların altındakı bitki qalıqları. Buzlaqların altındakı bitki qalıqları. Baxın, bitki qalıqları. Buzlaqların altındakı tapılan fosil bir zaman buz örtünün altında tapılan qitənin bitki qalıqları haradaydı? Üzr sistemində idi. Burada tapılmış fosil özləməsi digər qitədə tapılan qədim olması idi. Bax, buranı təmizləyək. Burada tapılmış fosillərin qitələrdə tapıldığı olmasındaydı. Antarktika buz örtüyünün altında tapılan fosillər. Bax, Antarktikada buz örtüyünün altında tapılan fosillər bir zamanlar qitənin çox isti olduğunu göstərir. Tutaq ki, bunu götürə bilərik. Fosillərin bizə ötürdüyü informasiya. Fosillərin bizə ötürdüyü informasiya var idi. Bəli. Çünki qədimdə burada yaşayışın mümkün olduğunu bizə göstərirdi. İqlimi istiləşmənin nəticələri bu da heç bir abzasda yoxdur. Demək, cavabımız nə oldu? 2 və 5-ci variant. 354-cü suala baxırıq. Mətnə görə yanlış hökmdür. A bəndi. Bitki və heyvan qalıqlarına əsasında keçmişlə bağlı müəyyən fikir söyləmək olar? Bəli, söyləmək olar. Elə baxırıq oradakı mətndə. Müasir elm qədim tapıntıların yaşını təxmin etməyə imkan verir. Bəli, haradasa görürsən, burada deyir ki, təxminən məsələn 180 milyon əvvəl Antarktikada Gondwana adı verilən superqitənin parçası Gondwana indiki Afrika və Cənubi Afrika yarımadası Madagaskar əhatə etməsi təsdiqini tapmışdır. Ondan sonra başqa da vardı mən bilən burada. Məsələn, alimlər tərəfindən təbii şəraitin hansı zaman kəsimində dəyişməyə başladığı öyrədilir. Sonra 56 milyon əvvəl Cənubi Amerikada superqitədən almaq güman edilir. Demək, A bəndi doğrudur. Müasir elm qədim tapıntıların yaşını təxmin etməyə imkan verir. Cavabı doğru idi. Antarktikanın cənub qütbünə doğru hərəkət etməsi Gondwananın parçalanmasına səbəb olmuşdur. Bax, bu yanlış fikirdir. Cavabımız C bəndi olacaq. Buz qatının altında fosillər tapılmışdır. Həqiqətən də buz qatının altında fosillər. Bax, buz örtüyünün altından tapılan fosillər. Həqiqətən də doğrudur.
Antarktikada tapılan fosillərin yaşı digər qitələrdə tapılan daha qədimdir. Bəli, bu da bax daha qədim olması ilə seçilir. Burada tapılmış fosillərin özünə məxsus digər qitələrdə tapılan doğru cavabımızdır. Demək cavabımız nədir? C bəndi. 355-ci suala baxırıq. Mətnə əsasən səbəbini müəyyən etmək mümkündür. 355-ci suala baxırıq. Hazırda bəzi qitələrdə eyni iqlimə xas bitki və heyvan qalaqlarının tapılması. Baxın, Avstraliyada təkamül yolu keçib eyni quruluşunu saxlaya bilmişdir. Bax, birinci. Hazırda bəzi qitələrdə eyni iqlimə xas bitki və heyvan qalaqlarının tapılması səbəbi məlumdur. 2. Antarktikada vaxtilə kengurun yaşamasını. Bəli. Təkamüldən əvvəl fosillər demək havaların isti keçməsi, tropik zamanı bitkilərin elm təxminən bir gün dənizdə heyrətamiz bir tapıntı üzrə çıxarmışdır. İndiki tropik zonada bitən bitkilərin, fosillərin alimlərin qənaətinə görə bu tapıntı milyon il əvvələ aiddir. Digər qitələrdə tapıntı daha qalması və Cənubi Amerikada. Məsələn, bax, indiki kengurla əzadının fosillərdə tapılmışdır. Eyni kisəli. Demək, 2. Gondvananın müxtəlif qitələrinin parçalanmasının səbəbi bilinmir. Antarktikanın buzağa çevrilməsinin səbəbi demək, səbəbi bax bu idi. Antarktikada yerin cənub qütbünə doğru hərəkət etdi və bu havalar soyudu. Səbəbi o idi. 1, 2, 4, 5-ci isə yanlışdır. Demək, cavabımız C bəndi idi. 356-cı suala baxırıq. Mətnə əsasən klasteri tamamlaya bilən fikirlərdir. Burada məsələn bu klasterə fikir verir. Əvvəllər yer kürəsində indiki dövrlə müqayisədə fərqli olmuşdur. Bu doğru fikirdir. Bax, burada doğrudursa, demək bizdən doğru fikirlərin davamını istəyir. Tropik iqlim. Əslində burada cavabda biraz düzdür, qəribəlik var. İqlimdə indikindən fərqli götürülmüşdür. Bu da cavab 2-3 götürülür. Amma əslində birinci cavabda doğru olmalıdır. Qitələrin strukturu həqiqətən yer kürəsində qitələrin strukturu fərqli idi. Bir də bitki örtüyü olan ərazilərdə fərqli idi. Avstraliyada yaşayan kengurlar isə fərqli deyil. Görürsən, deyir ki, quruluşunu saxlaya bilmişdi, dəyişməmişdi yəni. 357-ci suala baxırıq. Mətnə və cədvələ əsasən müəyyən edin. Bax, doğrunun altından doğru fikir götürürük, yanlışın altından yanlış fikirlər götürürük. Yerin müəyyən meşə sahəsi buzlaqlarla əvəz olunurdu. Doğru fikirdir. Antarktida başqa bir qitənin altında qalıb. Bu bilmirik, bu yanlış fikirdir. Bu da yanlışın altında olsaydı düz götürərdik. Laf qədim zamanlarda yer kürəsində çox böyük dəyişikliklər baş verib. Bu da doğru fikirdir. Demək, bizə yanlış lazımdır. Qədim zamanlarda da Antarktikanın iqlimi müəyyən mülayim iqlimə uyğun olub. Biz bunun mülayim olub, sərt olub onu bilmirik. Demək, 357-də cavabımız nə olacaq? C bəndi. 358-ə baxırıq. Mətnə əsasən ehtimal hesab edilə bilər. Ehtimal hesab edilir. Yer kürəsində iqlim dəyişikliyi. Bu ehtimal deyil. Dəqiq olan bir şeydir. Super qitənin mövcudluğu. Bu yüzden görürsən, super qitə haqqında burada danışır da. Super qitələr. Baxın. Bunları sileyim. Bax, Gondwana adlı super qitənin parçası. Demək, burada həmən ehtimal deyil, dəqiq olan bir fikirdir. Bəzi heyvanların təkamül yolu keçirərək bu günə qədər gəlib çıxması, məsələn, kengurunu ki, biz göstərə bilərik. Kengur, ilkin quruluşunu saxlaya bilib. Nələr? Kengurular. Kengurular. Demək, bu cavab da doğrudur. D bəndinə baxırıq. İqlim soyuması nəticəsində tropik bitki örtüyünün məhv olması. Bəli, elə soyub bitki aləmi də məhv olubdur. Cənubi Amerikanın super qitədən ayrılma vaxtı bilinmir. Güman edilir. Çünki başladığı güman edilir. Demək, güman edilən cavabımız nədir? E bəndidir. 359. Mətndə nöqtələrin yerinə
Uyğun ifadə yazmaqla cümləni tamamlayın. 359-cu sualımızda demək, bu da mətndə görək nöqtələr hardaydı? 5-ci abzasa baxırıq. 5-ci abzasda belə yazılır ki, Antarktikanın buz örtüyünün altında tapılan fosillər bir zaman qitənin çox isti iqlimə malik olduğunu göstərdi. İqlimə malik olduğunu deməyə əsas verirdi. Olduğunu sübut etdi. Olduğundan xəbər verdi və s. tipli yaza bilərik. 360-cı suala baxırıq. 360-cı sualda belədir. Mətnə əsasən cədvəli tamamlayın. Mətnə əsasən cədvəl. Nəticə hissəsi verir, bizdən səbəb istəyir. Nəticəni oxuyuruq və səbəbi tapırıq. Nə deyir? Deyir ki, Antarktika iqlimi çox isti olan bir yeridir. Səbəbi nə idi? Tropik qurşaqda yerləşirdi, yazırıq 1. İkinci yazı, məsələn, qitələr parçalanmamışdı. 3-də yaza bilər, məsələn, Antarktikada qütbə doğru çəkilməmişdi. Sonra Antarktikadan müxtəlif fosillər tapıldı. Səbəb, indi nəticə istəyir bizdən. Nəticədə nədir? Nəticə nə yaza bilər? Antarktika bir zaman isti iqlimli ərazi olduğunu müəyyən olundu. Antarktikanın bir zamanlar yaşıllığa qərq olduğu aydın oldu. İkinciyə yaza bilərik. Yəni 1 qoyub onu yazırıq, 2 qoyub onu yazırıq. İndi burada yer çatmalı görə mən onu yazmıram. Sağ olun, təşəkkür edirəm.